Çöldə yediyimiz pizzalardan qat-qat ləzzətlisini, dadlısını evdə özüm hazırladım. İnanılmaz ləzzətli alınan, xəmiri çox incə olan bu pizzanın reseptini sizlərlə də bölüşmək istədim. Qaba 1 stəkan yarım ilıq su, 1 xörək qaşığı quru maya və 1 çay qaşığı şəkər tozunu əlavə edib qarışdırırıq. Sonra isə üzərinə 1 çay qaşığı duz, 1 ədəd yumurta, 4 xörək qaşığı duru yağ və 4 stəkan yarım unu əlavə edib ələ yapışmayan yumşaq bir xəmir yoğururuq. Yoğurduğumuz xəmirin üzərini örtüb təxminən 30 dəqiqə kənarda mayalandırırıq. Sos üçün 2 xörək qaşığı mayonez, 1 xörək qaşığı tomat pastası, duz, istiot, pul biber, 2 xörək qaşığı duru yağ və armudu stəkanın yarısından su əlavə edib qarışdırırıq. Mayalanan xəmiri 2 kündəyə ayırırıq. Kündələrdən birini əvvəlcədən yağladığımız soba listinin yerinə yerləşdirərək soba listi ölçüsündə yayırıq. Üzərində çəngəl ilə dəliklər asdıqdan sonra isə hazırladığımız sosun yarısını üzərinə əlavə edib hər tərəfli şəkildə yayırıq. Sonra isə üzərinə mozzarella pendiri, kalpasa və pomidorları sırayla düzürük. Pizzaları öz zövqünüzə uyğun olaraq kalpasa, sosiska, toyuq əti və yaxud da göbələkli və zeytunlu da hazırlaya bilərsiniz. Pizzaları əvvəlcədən isidilmiş 245 dərəcəli sobada təxminən 15-20 dəqiqə bişiririk. Bu dadı, bu ləzzəti hər biriniz çox sevəcəksiniz. İndidən hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik!